ibrət deməkdir. Şəhidlik hikmət deməkdir. Həqiqətən də şəhadət Allahın istədiyi ən əziz bəndələrinə qismətdir. Bu günləri mən təbrik edirəm sizi. Demək olar ki, Ağami Heybətov, Allah ruhunu şad eləsin, onun simasında, yəni ki, Ağami Heybətovun adına bu yaxınlarda bildiyimiz kimi iri həcmli bir pulemyot Azərbaycan demək AH 12.7 markalı Mübariz İbrahimov'dan sonra, milli qəhrəmanımız Mübariz İbrahimov'dan sonra Ağami Heybətov ikinci şəxsiyyət ki, həmin o yerli silah onun adına verilmiştir. Yani bu bizim için doğrudan da fəxarətdir. Bizim için böyük bir fəxarətdir. Onun simasında bütün şehitler bizim için əzizdirlər. Bütün şehitlerin bugünkü Ağaminin adına burada inkişaf mərkəzi açılıb. Mən minnətdarlıq edirəm, teşekkür edirəm. Bu diqqətə görə, bu hörmətə görə Allah sınavımızı var edesin inşallah. Bələnsiyinə bir meclis kurmuşsun. Ağami Heybətovun simasında bütün şehitlerimizin Allah ruhu şad etsin. Bütün şehitlerimiz bizim için müqəddəsdir. Ben burada şehit valideynlerini görürəm. Dostlarımızdır. Allah'ların bütün hamısının balalarını, ruhlarını şad etsin. Qazilərimizi salamat etsin. Ben bazı kardeşimi görürəm. Adını bilmirəm ancaq ki, çıxışlarına qulaq asmışam. Allah saxlasın. Allah var eləsin. Allah hoş gəlmişsiniz. Bizim kendimizde iştirak edip biz sizi izləyirik. Biz sizi çok istəyirik. Qazilərlə Allah salamat etsin. Bu işin təşəbbüskarlarını Ağaminin babası bizimle meçhul yoldaşı olub. Ağaminin adına koyulub elə babasının da baba adına koyulubdu. Ağaminin ailesi biz tez-tez görüşürük. Ağami doğrudan da çok zirək, ağıllı, təmkinli, ciddi. Ben her yerde bu sözü deyirəm. Hep bir şey gelip görüşende yadıma bir şey düşür. Ağami könüllü olarak gedib cəbhəyə, gedib döyüşə evde de demeyip. Evde demeyip ki birden evde diyərəm. Evdekiler razı olmaz gelmeyime. Buna göre gördüğü kadar vətənpərvərliyi idi ki özü gedib Şuşadan bir vaxt xəbər